baxım. Time test kitabının bir sualına baxaq. A 2-day holiday, yadınızda saxlayın, bu imtahana düşən bir şeydir. Dəfələrlə təkrar eləmişəm, videolarımda da qeyd etmişəm. Əgər arada defs işarəsi varsa, say və ismin arasında, bu zaman isim cəmlənmir. A 2-day holiday düzgün birləşmədir, 2 günlük tətil deməkdir. İkinci suala baxırıq. 2 days holiday, say var, isim cəmlənməlidir, düzgündür, 1-2. Üçüncü yazılış səhvdir, dördüncü yazılış səhvdir. Yadınızda saxlayın bunu mütləq şəkildə. Əgər birinci sualda A yox, məsələn, bir rəqəm olsaydı, tutaq ki, 2-day holiday yox, holidays olacaqdır. Elə bil ki, arada depslə olan birləşməni unudun. Siz birinci və sonuncu sözü uzlaşdırmalısınız. 2 günlük tətil olsaydı, onda holiday sözü cəmlənərdi. Aydındır. Suallarınız olarsa şərhlərə yaza bilərsiniz. Kanalımızı like edib abunə olmağı unutmayın. Hələlik.